Hər birinizi salamlayıram. Mən Mehriban müəllimə. Bugün sizə Elməddin Tağıyev kitabından ədədi ardıcıllıqlar, silsilələr mövzusuna aid test tapşırıqlarının izahlarını vermək istəyirəm. Test tapşırıqlarımıza keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, əgər hələ də YouTube kanalıma abunə deyilsinizsə, abunə olmağı, videolarımı like eləməyi də unutmayaq. Uşaqlar, birinci növbədə qəşəng düsturları əzbər öyrənirsiniz, yaza-yaza öyrənin. Öyrəndikdən sonra çalışmalar var, çalışmalar da işləyə bilərsiniz bu kitabdan. Sonra da testlər üzərində tətbiq eləyib tapın. Deməli, birinci sualdan başlayaq. Bizə deyir ki, A1'imiz var, 2, D'miz var, 4. Bizdən nə istəyir? A5'i istəyir. Biz də bilirik ki, A5 nəyə bərabərdir? A1 üstə gəlinsin 4 D'yə. A1'imiz 2'dir, üstə gəl 4 vurulsun, D'miz də 4'dür. Bu da eləyir 18. Yəni birinci sualda doğru variant A variantıdır. İkinci suala baxaq. Bizdən A6'nı istəyir. Biz bilirik ki, A6 nəyə bərabərdir? A1 üstə gəl 5 D'yə. Düzdürmü? A1'imiz var. A1'imizi nə verib? 2,5. 2,5 üstə gəl 5 vurulsun. D'mizi də nə verib? 1,5. O da bərabərdir. 2,5 üstə gəlinsin 7,5. Bu da bizə nəyi verir? 10'u verir. Yəni doğru cavab ikinci sualda D variantıdır. Sonra gəlir üçüncü sual. Deyir ki, A6'nı tapın. A6 nəyə bərabərdir dedik? A1 üstə gəlinsin 5 D'yə. A1'imizi verib -4. Üstə gəlinsin 5 vurulsun. D'mizi də verib neçə uşaqlar? -3,2. Bu da eləyir -4. Müsbəti mənfiyə vuranda mənfi eləyir. -16. 2 mənfi ədəd toplanır. Bu da eləyir -20. Yəni üçüncü sualda doğru variant C variantıdır. Dördüncü suala baxaq. Bizə deyir silsilə fərqini tapın. Deməli silsilə fərqini deyir tapın. D nəyə bərabərdir? A2 var, A4 var. D bərabərdir. A4 çıxılsın A2 bölünsün 4 çıxılsın 2. Yəni A4 çıxılsın A2 bölünsün 2. D bərabərdir. D bərabərdir. 52 çıxılsın 18 bölünsün 2. O da bərabərdir. 52'dən 18 çıxanda uşaqlar neçə eləyir? 34. 2'yə böləndə 17. Yəni dördüncü sualda doğru variant B variantıdır. Sonra gəlir 5-ci sual. Deməli, yenə silsilə fərqini istəyir. D nəyə bərabərdir? Bizə nə veribdir? A3'ümüz 24, A5'imiz 60. A5 çıxılsın A3 bölünsün 2. Yəni 5'dən 4 çıxırıq 2 eləyir. 60 çıxılsın 24 bölünsün 2. O da bərabərdir. 36 bölünsün 2. Yəni doğru cavab 18. 6-cı sualda, daha doğrusu 5-ci sualda hansı variantdır? Y variantı. Sonra gəlir 6-cı sual. Burada da yenə silsilə fərqini istəyir. D nəyə bərabərdir? A6 çıxılsın A4 bölünsün 6 çıx 4. Yəni A6 çıx A4 bölünsün 2. O da bərabərdir. 76 çıxılsın 30 bölünsün 2. 76'dan 30 çıxanda 46. 2'yə böləndə eləyir 23. Yəni doğru cavab A variantıdır. 7-ci sualda nə deyir? Deyir ki, B1 var, B1'imiz 3, Q'miz 2 olarsa B5'i tapın. B5 nəyə bərabərdir? B1 vurulsun Q üstü 4'ə. Düzdürmü? B5 bərabərdir. B1'imizi neçə veribdir? 3 veribdir. 3 vurulsun Q üstü 4. Q üstü 4 16'dır. 16'nı 3'ə vuranda 48. Yəni 7-ci sualda doğru cavab C variantıdır. Sonra gəlir 8-ci sual. 8-ci sualda da B6'nı istəyir. B6 nəyə bərabərdir? B1 vurulsun Q üstü 5'ə. Buradan yazsaq, deməli, buradan yazsaq, elə buradan yazaq. B1'imiz 1,5, Q'miz 3 üstü 5. O da bərabərdir. 1,5 vurulsun 3 üstü 4, 81'dir. 81'i də 3'ə vuranda 243 eləyir. Deməli, 243'ü vururuq 1,5'ə. Vuraq da 5, 1 yadda, 1, 2 yadda, 12, 3, 4, 2, 5, 4, 6, 2.
264,5. Neyse səhv eləmədik. 5, 1 yadda, 2 yadda, 12, 3, 4, 2 də. Bir dəqiqə. Deməli. 5, 4, 6, 2 ilə də 1-i toplayanda 3 eləyir. 364,5. Yəni doğru cavab 8-ci sualda B variantıdır. Sonra gəlir 9-cu sual. 9-da nə deyir? B4-ü istəyir. B4 nəyə bərabərdir? B1 vurulsun Q kubuna. Düzdürmü uşaqlar? B1 neçədir? -2,5. -2,5. Q'miz 5'də 1 üstü 3. 5'də 1 üstü 3. Yəni 5'də 1'in kubu. -2,5 vurulsun. 2,5'i gəlin belə yazaq da 10'da 25 və yaxud 2'də 5 kimi yazaq. 2'də 5. 5'i 2'yə bölündə 2,5 eləyir də. Eləyir 125'də 1. Bundan bu getdi. Eləyir neçə? 25 dəfə. Deməli, surətdə qalır 1, məxrəcdə 50. Amma mənfisi ilə. -50'də 1. Yəni 9-cu sualda doğru cavab A variantıdır. Sonra gəlir 10-cu sual. Deyir, həndəsə silsiləsində B2 var, B4 var, Q'nu tapın. Biz bilirik ki, B4'ü B2'yə böləndə Q kvadratını verir. Düzdürmü? B4'ümüz neçədir? 10.000'dir. 10.000 bölünsün B2'miz 10'dur. Bərabərdir Q kvadratına. Bununla bu getdi. Burada nə edir? Q kvadratı nəyə bərabər olur? Biri 10'dur, biri 10.000'dir. B4'ü B2'ye bölünür Q kvadratı. Q kvadratı bərabərdir 1000. Düzdür? Bunu yazdıq. Q də nəyə bərabərdir? Kök altında 1000. Deməli, plus minus kök altında 1000. Kök altında 1000 nə deməkdir? Plus minus 10 kök altında 10 deməkdir. Əlbəttə bu nə deməkdir? 100 vur 10 deməkdir. Aydındır nə deyirəm? 100 vur 10. 100'dən 10 çıxır, 10 da kökdə qalır. Yəni doğru cavab 10-cu sualda C variantıdır. Sonra gəlir 11-ci sual. 11-ci sualda nə deyir? Deyir ki, Q'nu tapın. B3 var, gəlin yazaq. B3 var, B6 var. Q'nu istəyir. Q nəyə bərabərdir? B6 bölü B3, amma buradan olmalıdır Q kubu. Deməli, B6'nın yerinə 162 böl 27. 162 27'yə neçədə? 7 nəyə vuranda axırı 2 ilə qutarır? 6'ya vuranda, düzdür? Q kubu nə oldu? 6. Q nəyə bərabər olur? 3-cü dərəcədən 6. Amma belə deyək də, vəsyoda qutardı. Hansı variantdır? B variantıdır. Bunu da yazdıq 11-ci sualda. Sonra gəlir 12-ci sual. Deyir ki, Q'nu tapın. B2 var. B2'mizi 8 verib. Sonra B5'imizi 24 verib. Q'nu tap. Deməli, B5 bölünsün B2, o da bərabərdir Q kubuna. B5'imiz 24, B2'miz 8, bərabərdir Q kubuna. Q kubu nəyə bərabər olur? 24'ü 8'ə böləndə 3 eləyir də. Q də bərabərdir 3-cü dərəcədən 3. Yəni doğru cavab D variantıdır 12-ci sualda. Sonra gəlir 13-cü sual. Mənə nə istəyir? Silsilənin 10-cu həddini tapın. Biz bilirik ki, A1'imizi nə veribdir? Baxan kimi, bax, A1'imizdir də. A1'imiz -2'dir. A2'miz -5'dir. Burada nəyi tapaq? D-ni tapaq. D nəyə bərabərdir? A2 çıx A1. A2'miz -5 çıx -2. Yəni, -5 üstə gəl 2 eləyir -3. İndi bizdən A10, 10-cu həddini istəyir. A10. A10 nəyə bərabərdir? A1 üstə gəl 9'dir. Aydındır? A1'imiz neydi? -2. Üstə gəl 9 vurulsun deyimiz də -3. Bu da eləyir. -2 çıx 27. 2 mənfədə toplanır. -29. Yəni 13-cü sualda doğru cavab Y variantıdır. Sonra gəlir 14-cü suala baxaq. 14'də nə deyir? Silsilənin 12-ci həddini tapın. A1'imiz -5, A2'miz -3, D-ni tapıram.
A2 çıx A1. Yəni deyirsiz müəllim, mənfi 3 çıx mənfi 5. Bu da eləyir mənfi 3 üstə gəl 5. Bu da eləyir 2. Deməli silsilə fərqimiz 2-dir. Bizdən nə istəyir? 12-ci ədəd. A12 bərabərdir. A1 üstə gəlsin 11-dir. Deməli A1'imiz mənfi 5 üstə gəlsin 2 vurulsun 11. Mənfi 5 üstə gəlsin 22. Bu da eləyir 17. Yəni 14-cü sualda doğru cavab Y variantıdır. Uşaqlar bir dənə bunu deyim. İstəsəz, məsələn A12-ni belə də yaza bilərsiniz. A2 üstə gəlsin 10-dir. Və belə də yazmaq olardı. A2'miz neçə idi? Mənfi 3 idi də, düzdür. Baxın. A2'miz neçə idi? Mənfi 3 idi. Mənfi 3. Yəni mənfi 3 üstə gəl 10 vurulsun. D'imizi neçə tapdıq? D'imizi 2 tapdıq. Yenə də eyni şey eləyir. Mənfi 3 üstə gəlsin 20, müsbət 17. Yəni belə də yazmaq olar. Deməli, sonra gəlir 15-ci sual. Bizdən nə istəyir? A1'imiz 4'dür. A1 üstə gəl A2 bərabərdir 10,5 olarsa silsilə fərqini istəyir. D'ni. A1'in yerinə gətirin 4 yazın. 4 üstə gəl. Gəlin belə yazaq. A1 üstə gəl. A2'ni açıram. A1 üstə gəl D kimi yazıram. Bərabərdir 10,5. 2A1 üstə gəlsin D bərabərdir 10,5. 2 vurulsun A1'in yerinə 4 yazıram. D bərabərdir 10,5. Buradan 8 üstə gəl D bərabərdir 10,5. D bərabərdir 2,5. Yəni 10,5'dən 8 çıxıb 2,5 alıram. Yəni 15-ci sualda doğru cavab C variantıdır uşaqlar. Sonra gəlir 16-cı sual. Deməli A1'imiz 6'dır. A1 üstə gəl A2, A3 15 olarsa silsilə fərqini istəyir D'ni. A1 üstə gəl A3'ün yerinə A1 üstə gəl 2D yazıram. Bərabərdir 15. A1'in yerinə nə yazacağım? 6. Yəni 6 üstə gəl 6 üstə gəl 2D bərabərdir 15. 2D bərabərdir 15'dən çıxıram nəyi? 12'ni. Buradan 2D bərabərdir 3 tapıram. D'ni də tapanda 3'ü 2'yə nə edirəm? Bölürəm. 1,5. Yəni 16-cı sualda doğru cavab D variantıdır. Sonra gəlir 17-ci sual. Bizə nə veribdir? Gəlin bunları yazaq. Uşaqlar bu tipli sualları görəndə həmişə A1 D'yə gətirin. A1'ə gətirək. Deməli A3 üstə gəl A7 bərabər 28 olarsa məndən nə istəyir? Silsilə fərqini istəyir. A1 D'yə gətir. A2'nin yerinə baxın. A2'nin yerinə nə yazıram? Deyirsiniz ay müəllim A1 üstə gəl D. A5'in yerinə nə yazıram? Yenə yazıram A1 üstə gəlsin 4D bərabərdir 19. İndi bura baxıram. Burada uşaqlar A3'ün yerinə yazıram. A1 üstə gəlsin A1 üstə gəlsin 2D. Burada A7'nin yerinə nə yazıram? Deyirsiniz ay müəllim A1 üstə gəlsin 6D yazıram. Bərabər 28. İndi burada eləyir uşaqlar. A1, A1. Eləyir neçə? 2A1. Üstə gəlsin. Burada neçə eləyir? D, D. Yəni D üstə gəl 4D 5'dir. Bərabərdir 19. Bunu yazdıq. İndi keçirik bu hissəsinə. Burada A1, A1. 2D. D'lər bir toplanır. A'lar da bir də. Yəni 2A1 üstə gəlsin 8'dir. Bərabər 28. Gəlin uşaqlar. Deməli aşağıdan yuxarının eniyək çıxaq. Çıxanda 2A1'lər gedəcək də. 8D'dən də 5D çıxanda neçə eləyir? 3D bərabərdir. 28'dən də 19 çıxanda neçə eləyir uşaqlar? Neçə eləyir? 9 eləyir də. D nə olur? 3'ə bərabər olur. Bizdən D'ni istəyirdi. Yəni 17-ci sualda doğru variant B variantıdır. Aydındır? Deməli, sonra gəlir 18. Belə sualları gördün, A1 D'yə gətirin. İndi mənə deyir ki, A2 üstə gəl A5 mənfi 3'dür. Tez yazıram. A2'nin yerinə nə yazıram? A1 üstə gəl D. A5'in yerinə yazıram. A1 üstə gəl 4 deməliyim. Qeyd elədik. Sonra A4'ün yerinə nə yazıram? A1 üstə gəl 3'dir. A6'nın yerinə nə yazıram? A1 üstə gəl 5'dir. Bərabər 0 olarsa. İndi tərəf-tərəfə gəl eləyək də. A1, A1 eləsin. Neçə eləyir? 2A1 üstə gəlsin 5'dir. Bərabərdir mənfi 3.
Bundan da bu toplandı da. Aydın olur nə deyirəm? İndi burada A1 ilə A1, 2A1 üstə gəl 8-dir. Bundan da bu toplandı. Bərabərdir 0-a. İndi gəlin belə eləyək. Elə aşağıdan gəlib bu səfər yuxarıdan aşağı çıxaq. Onda bu 2A1'lər gedəcək də. 5-dən də 8-də çıxanda eləyir. -3-dir, bərabərdir. -3-dən 0 çıxanda -3. D'miz elədi 1. Yəni 18-ci sualda doğru cavab Y variantıdır. Deməli uşaqlar, bu sualın arxada cavab səhv verilibdir. Yəni narahat olmayın, cavabda səhvlik var. Sonra gəlir 19-cu suala baxaq. 19-da nə deyir? Yenə eyni sualdır uşaqlar. Sislə fərqini istəyir. Misalı gördün. A1D'yə gətir. A1D'yə. A2'nin yerinə yazıram A1D. A1 üstə gəldi. A7'nin yerinə nə yazıram? A1 üstə gəl 6 deməli. Qeyd elədim. A3'ün yerinə yazıram. Deyirsiniz müəllim, A1 üstə gəl 2'dir. Üstə gəl A8'in yerinə nə yazıram? A1 üstə gəl 7'dir. Bərabərdir 6. İndi burada eləyir. A1, A1. Burada nə eləyir? D 6'dir. Yəni 2A1 üstə gəl 7'dir. Bərabərdir 2. Burada nə eləyir uşaqlar? A1, A1. 2A1 üstə gəlsin 2'dir, 7'dir. 9'dir. Bərabərdir 6. Gəlin aşağıdan yuxarını çıxaq. Aşağıdan yuxarını çıxanda 2A1 ilə 2A1 gedəcək. 9D'dən 7D çıxanda 2'dir. Bərabərdir. 6'dan da 2 çıxanda 4. D'miz neçə elədi? 2 oldu. Yəni 19-cu sualda doğru cavab D variantıdır. Sonra gəlir 20-ci sual. 20'də görək nə deyir? Deyir ki A2 var. A2'mizi verib -4 qeyd eləyək. A8'imizə də 8 verib. Deyir sislə fərqini D-ni istəyir. D nəyə bərabərdir? A8 çıx A2 bölünsün 8 çıx 2-də. Yəni A8 çıx A2 bölünsün 6. D bərabərdir. A8'in yerinə 8 çıx -4 böl 6. 8 çıx nə olur? Üstə gəl olur da. Böl 6. 12'ni də 6'ya bölündə neçə eləyir? 12'ni də 6'ya böləndə cavab 2. Deməli 20'də də doğru cavab D variantıdır uşaqlar. Sonra gəlir 21-ci sual. 21. Nə istəyir? Sislə fərqini istəyir. D-ni. D sual. D nəyə bərabərdir? 21 hansıydı? Buydu. Deməli burada A4 verib, A11 veribdir. İndi nə edirik? Deməli D bərabərdir. A11 çıxılsın A4. 11'dən də 4 çıxanda 7 eləyir. 11 A11 neçədir? 32 çıxılsın A4'ümüz 11 bölünsün 7. Bu da eləyir 1, 21. 7'yə böləndə 3. Hansı variantdır? Y variantıdır. Sonra gəlir 22. Gəlin bunu da təmizləyək bu hissəsini. Deməli, bizdən sislə fərqini istəyir. Yazaq. Bu tipli sual görəndə A1D'yə gətir. Aç sadəcə. A10'un yerinə yazıram. A1 üstə gəl 9D. Çıx. A4'ün yerinə yazıram. A1 üstə gəl neçədir? 3D'dir. Mörtəzədə yazdım ki, çünki qarşıda mənfi var. İstəyirəm ki, hamıya aydın olsun. Çıx. Deməli, əgər bura mənfidirsə, mörtəzəni açanda işarələr dəyişir. Aydındır uşaqlar. Getdi. 9D'dən 3D çıxanda neçə eləyir? 6D bərabərdir 9. D bərabərdir. 9'u 6'ya nə edirəm? Bölürəm. Hər ikisi 3'ə bölünür. Burada 2 qalır, burada 3 qalır. Yəni 2'də 3, Bakı. Sonra gəlir 23. 23'də nə deyir? A10 çıx A2 bərabərdir 2 olarsa sislə fərqini. A10'u yazıram A1 üstə gəl 9D. Çıx. A2'nin yerinə yazıram A1 üstə gəl D'dir. Amma qarşıda mənfi var deyə bu çıx D olacaq. Aydın olur nə deyirəm? Deməli, bundan bu getdi. Bu eləyir 8D bərabərdir 2'yə. D bərabərdir 2'ni 8'ə böləndə eləyir 4'də 1. Yəni 4'də 1 hardadır? 24'də çaşıb baxıram. Deməli, doğru cavab 23'də C variantıdır. Sonra gəlir 24.
Deməli, A7 çıxılsın A4 bərabərdir 2,4. Deyir sizlə fərqini tapın. Deməli, A1 D'yə gətir. A7-nin yerinə yazıram. A1 üstəgəl 6'dır. Çıx. A4'ün yerinə yazıram. A1 üstəgəl 3'dir. Qarşıda mənfi var deyə burada çıx olur. Mənfi 3D olur. Bundan bu getdi. 6D'dən 3D çıxıram. 3D bərabər 2,4. D'ni də tapanda bunu buna neyinirəm? Bölürəm də uşaqlar. Vəssalam. 24'də doğru cavab B variantıdır. Sonra gəlir 25. Deməli, mənə nə verib? B1'imiz 0,5'dir. Deməli, Q-nü verib. Q bərabər 2 olarsa ilk 5 həddinin cəmini tap. Özdə həndəsi silsilədir deyir. Ədədi silsilə demir. Həndəsi silsilənin düsturu. Yəni bizdə nə istəyir? S5'i. S5 bərabərdir. B1 vurulsun Q üstü N çıx 1 bölünsün N çıx 1. Aydındır. B1'in yerinə yazıram. 0,5 Q üstü N. Deməli, Q'miz neçə idi? 2. N'imiz neçə idi? 5 idi. Bölünsün 5 çıxılsın 1. 4. Aydın olur nə deyirəm? Bu da eləyir. Bu da eləyir. Bir dəqiqə, nəysə N çıx 1 nədir? B1 vurulsun Q üstü N-1 bölünsün N-1 idi də. Bugün o qədər dərs keçmişəm ki, inanın. Deyirəm nəsə burada düsturda qarışdırdım. İnsanlıq halı. Müəllimədə də olur arada. Deməli, Q çıx 1. Q-nün yerinə nə yazıram uşaqlar? Q-müzü nə vermişdi? 2 vermişdi də. De bu misal idi. 2 çıx 1. 2'dən 1 çıxanda 1 eləyir də. Deməli, surətdə nə qalır? 0,5 vurulsun. 2 üstü 5. 32. 32'dən də 1 çıxanda 31. Bu da eləyir. 31'i 0,5'ə vurmaq. Neçə eləyir? 15,5 eləməlidir. Var mı cavab? 25'dir. Doğru cavab A variantı. Sonra 26. Gündüzlər dərsdə oluram. Bir dənə gecələr vaxt tapıram. Ona görə də gec çəkirəm videonu. İstər istəməz insan yorğunluq olur. Deyir, ilk 4 həddinin cəmini tap. Özdə həndəsi silsilədir bu da. Yaxşı. Olsun. S4 bərabərdir. B1 vurulsun. Q üstü N-1 bölünsün. Q çıx 1. Deməli, B1 9'dur. Q üstü N. Deməli, Q'miz neçə idi? 3'də 1 üstü N'imiz neçə idi? 4 idi. Çıx 1 bölünsün Q çıx 1. 3'də 1 çıx 1. Bu da eləyir. 9 vurulsun. 3'də 1 üstü 4. Uşaqlar 81'də 1 eləyir. Çıx 1 bölünsün. 3'də 1'dən mənfi 1 çıxanda. Yəni 3'də 1 çıx 1 mənfi 3'də 2 eləyir. Bu da eləyir. 9 vurulsun. Mənfi 81'də. Burada 81 eləyir. 1'dən 81 çıxanda 80 eləyir də. Aydınla nə deyirəm? 9 vurulsun. Mənfi 81'də 80. Böləndə neyinirik? Tərsi tapılır da. 2'də 3. Aydındır. Deməli, bundan bu getdi. Mənfini mənfiyə vuranı ilə müsbət eləyəcək. Cavab müsbətlə alınmalıdır. 3 ilə 81 getdi. Burada qaldı 27. 9'dan 27'də qaldı. Getdi 3 qaldı. Yəni 40 böl 3. 40 bölü 3 neçə eləyir? 13 tam 3'də 1. 20 neçə idi bu? 26. Uşaqlar 26'da cavab verilməyibdir. Cavab budur. Fikir verin bir dənə. Bir dəqiqə 27'də baxın uşaqlar. 26 ilə 27 eyni sualdır. 26'da nəsə ola bilər, başqa şey soruşurmuş. Nə bilim indi burada yəni cavab düzgün gəlmir. 27'də eyni sualdır. 27'də bax eynidir. Təkrar bir də nəyə yazıram ki? 40 bölü 3 alınır. 13 tam 3'də 1 alınır. Yəni D variantı. 27-ci sualda. Aydındır. Sonra gəlir 28. Deyir, silsilə vurğunu tapın. B1'imiz var. 3'də 2. B4'dür bu da. 243'də 32. Sonra Q'ni istəyir.
Hədə Q nəyə bərabərdir? Ümumiyyətlə B4'ü B1'ə böləndə nə edir? Q üstü 3 alınır da. Yəni ümumiyyətlə belə də yaza bilərsiniz. Baxın uşaqlar. Yəni B4 nəyə bərabərdir? B1 vurulsun Q kubudur. Aydındır. Buradan Q kubunu tapanda B4'ü B1'ə bölürsünüz də. Aydındır. Bu da eləyir. Yəni 243'də 32'ni bölürəm nəyə? 3'də 2'yə. Q üstü 3 bərabərdir. 243'də 32 vurulsun 2'də 3. Burada eləyir 16. Burada eləyir 81. Yəni 81'də 16 qalır. Q üstü 3 bərabərdir 81'də 16. Bundan nəsə çıxmır axı. 28. 28. Buradan da nəsə çıxmır. Uşaqlar, ola bilərdi ki burada. Peki burada Q üstü 5 olardı. Baxın. Əgər burada Q üstü 5 olsaydı 16'dan 2 olacaqdı. 81'də nə idi? Yox. Bir dəqiqə dur. Bir dəqiqə. Ola bilərdi ki burada B4 yox uşaqlar. Bizə verilə bilərdi ki B5. B5'i tapanda uşaqlar. B5'i tapanda belə deyək də B5 olsa, B1 olsa, Q'nu tapanda B5'i B1'ə böləndə Q üstü 4 alınır. Burada 4 alınsa cavab 3'də 2 eləyərdi. Plus minus 3'də 2. Aydındır. Belə cavab olardı. Y variantı. 28'də elə cavab Y variantı çıxıb da. Amma belə burada bizə nə ilə veribdi? Bizə B5'dən verməyibdi. Bunu siz düzəldin ən yaxşısı. B5 ilə yazın. Aydındır. Cavab uyğun gəlsin. Yoxsa belə B5 ilə yazmayanda cavab yoxdur buradakı cavab. Gəlin belə yazaq. Bir də deyim 28. B1'imiz 3'də 2. B4 yox, bunu B5 qeyd edin uşaqlar. B5 bu kitabda ümumiyyətlə səhvliklər var. Əvvəllərdə bu səhvliklər olub, amma heç yeni nəşrdə yenə də düzəlməyibdi. Deməli Q bərabərdir. Q üstü 4 bərabərdir. B5 bölünsün B1. 243'də 32 bölünsün 3'də 2. Q üstü 4 bərabərdir. 243'də 32 vurulsun 2'də 3. Getdi. Burada 16 qaldı. Burada 81 qaldı. Q üstü 4 bərabərdir. 81'də 16. Bu da nə edir? Q üstü 4 plus minus 3'də 2 üstü 4'dür də. Aydındır nə deyirəm? Yəni doğru cavab 28'də əslində Y variantı çıxmağına düzdür, amma sadəcə olaraq gərək burada B5 olsun. B4 ilə yazanda alınmır. Getdik. 29. 29'da silsilə vurğunu istəyir. Deməli, B5'i biz B1'ə böləndə nə alırıq? Q üstü 4 alırıq. B5'imiz 64'də 3'dür. Bölünsün 4'də 3. Bərabərdir Q üstü 4. 64'də 3 vurulsun 3'də 4. Böləndə tərsi tapılır da uşaqlar. Vurmaya gətirilir, tərsi tapılır. Getdi. Nə qaldı? 16'da 1. Daha doğrusu hədə 16'da 1. Deməli, Q üstü 4 nəyə bərabər oldu? 16'da 1'ə. Bu da nə deməkdir? Q üstü 4 bərabərdir. Plus minus 2'də 1 üstü 4'dür də. Aydındır? Yəni doğru cavab Y variantıdır. 29. Gəlir 30. Deyir ki B1'imiz var. 5'də 1. B5 də var. Bizdən silsilə vurğunu istəyir. Q üstü 4. Deməli B5'i B1'ə böləndə nə alınır? Q üstü 4 alınır da. Yazıram. B5 böl B1. B5'imiz 40'da 81. Bölünsün 5'də 1. 5'də 1'ə bölmək 5'ə vurmaq deməkdir. Yəni Q üstü 4 bərabərdir. 8'də 81. Yəni uşaqlar bundan da nə çıxır? Yəni belə bir cavab da yoxdur. Burada da nəsə çatışmır. Yəni sualda problem var. Məsələn burada nə olardı? Cavab nə çıxıb burada? Deyəsən D variantı çıxmışdı. 2'də 3. 2'də 3 olması üçün gərək burada neçə olardı? Burada 16 olsaydı uşaqlar, bax burada 16. Aydın olur nə deyirəm? 16 olsaydı 16 2 üstü 4 16 eləyirdi. Aydındır? 3 üstü 4 16 eləyir. Yəni bu cavaba görə yoxdur burada.
Mən tapdığım cavaba görə 8-də 81 alınır. 2 üstü 4 bərabər 8-də 81. Belə bir cavab da buna yoxdur deyə D veriblər. Yenə də deyirəm çatışmamazlıq var bu sualda da, nəsə çatışmır. Getdik 31-ə. Deməli, bizə nə? Baxın, fikir verin. 3, 2, 1. Ədədi silsilə əmələ gətirir də. Baxın, A1-imiz. Silsilə fərqimiz neçədir? 1-dir də. Uşaqlar. Silsilə fərqimiz, daha doğrusu neçədir? Bax, A1-imiz 3-dür, A2-imiz də nədir? 2-dir. Düzdür? Mənfi 1 olur. A2 çıx A1-dir. 2 çıx 3, mənfi 1. Deyir, 8-ci həddini tapın. A8 bərabərdir. A1 üstəgəli 7-dir. Və yaxud A8 bərabərdir. A2 üstəgəl 6-dir. Necə istəyirsən, elə də tap. A1 üstəgəl 7-dir. A1-imiz 3, üstəgəl 7 vurulsun, deyimizdə mənfi 1. Yəni 3 çıx 7, mənfi 4. Doğru cavab hansıdır? D variantı. 31-də D. İndi və yaxud belə də yaza bilərsiniz. A2 üstəgəl 6-dir. A2-miz 2-dir. Üstəgəl 6 vurulsun, deyimizdə neçə idi? Mənfi 1. Yenə də eyni şeydir uşaqlar. 2 çıx 6, mənfi 4. Sonra gəlir 32. Nə istəyir? Ardıcılığın 11-ci həddini tapın. Köçürdək bunu. 11-ci həddini tap. A11 bərabərdir. Mənfi 1 üstü 11 bölünsün 5. Bu da neyinir? Mənfi 1 üstü 11 təkdir bu. Uşaqlar mənfi 1 verir. Yəni mənfi 1 böl 5-də. Yəni mənfi 5-də 1. 32-də də doğru variant Bakı. Sonra gəlir 33. Ardıcılığın 7-ci həddini tapın. Köçürdək. A7 bərabərdir. Mənfi 1 üstü 2 bölünsün 7. Mənfi 1 üstü 2 müsbət 1-dir. 1 böl 7. Yəni doğru cavab 33-də D. Sonra gəlir 34. 34-də nə deyir? A1-imiz var 3. D-imiz var 2,1. Deməli, ilk 11 həddinin cəmini istəyir. Deməli, cəm düsturu uşaqlar. S11. Düstur necə idi? Sn bərabərdir. Əzbər öyrənin düsturu. 2A1 üstəgəl D vurulsun. N-1 böl 2 vur N. Deməli, S11 deyil. 2A1 üstəgəl D vurulsun. 11 çıx 1 böl 2 vur 11. Prama yazmıram ki, tam aydın olsun sizə. 2A1 üstəgəl 11-dən 1 çıxanda 11-dən 1 çıxanda 10 eləyir də. 10D bölünsün 2 vurulsun 11. Bu da eləyir. S11 bərabərdir. 2-ni çıxarsaq A1 üstə gəlinsin. 5D böl 2 vur 11. Bundan bu getdi. Rahat yerinə də gətirib qoya bilərsiniz. Fərqi yoxdur. A1-in yerinə 3. A1-in yerinə 3. Yazıram. 3 üstə gəl 5 vurulsun. D-imizə neçə vermişdi? 2,1. Bu da eləyir neçə? 2,1-i 5-ə vuranda 10,5. Üzərinə 3 gələndə 13,5. 13,5. Vuranda 11-ə. Bu da neçə eləyir? 148,5 eləyəcək uşaqlar. Bir dənə ilə o cavab oxşuyur da. 148,5'dir. Sonra vergüllə bir dənə oldu da. Sonra gəlir 35. Yenə ilk 21 həddin cəmini istəyir. 21 həddin cəmi. S21. S21 nəyə bərabərdir? 2A1 üstə gəl 20D. Yəni D vurulsun N-1 deyildi. N'imiz də 21'dir də. 21'dən 1 çıxıb D'yə vuranda 20 deyilir. Böl 2 vurulsun 21. Buradan baxıram ki uşaqlar 2-ni çıxarsaq gəlin belə yazaq. Getdi. Deyirsiniz ay müəllim. A1'in yerinə nə yazırıq uşaqlar? 2,4. 10 vurulsun. D'nin yerinə nə yazıram? 2,6. Vurulsun 21. 2,4 üstə gəl 26. Vurulsun 21. 26'nın üzərinə 2,4 gələn neçə eləyir? 28,4. 28,4'ü də 21'ə vuranda
Gəlin vuraq da. Da neyniyək? 28,4 vur 21. Bir dəqiqə 4, 8, 2, 8, 6, 1 yadda 5. Bir dənə baxaq tez. 6, 1 yadda 8, 9, 5. Deməli 596,4. Yəni 35-də doğru cavab hansıdır? C variantıdır. Sonra gəlir 36. Yenə eyni sualdır deyəsən, 12 həddinin cəmini istəyir. S12. Yenə deyirəm, düsturu əzbər öyrənin. SN nəyə bərabərdir? 2A1 üstə gəl, D vurulsun, N-1 bölü 2 vur N. Yəni bunu işləyə bilmirsənsə, sən deməli düsturları bilmirsən. Get düsturları öyrən. S12 bərabərdir 2A1 deyə sizin də ay müəllim niyə əsəbləşirsən? D vurulsun. Yəni elə uşaqlar var ki, bəhanə gətirir ki, mən eləyə bilmirəm. Sən düsturları öyrənmirsən çünki. Getdi mi bundan bu? Yəni S12 bərabərdir 2A1. A1'imiz nə idi? Biz nə işləyirdik? 36. 2 vurulsun 0,5. Üstə gəl 11 vurulsun. D'miz 4. Vur 6. 2 ilə 12-ni ixtisar apardım da. Heç nə. Deyirsiniz ay müəllim, burada 1 eləyir. 11-i 4-ə vuranda 44 eləyir. 44 ilə 1-i toplayanda 45 eləyir. 45-i də 6-ya vuranda 270 eləyir da. 36'da da doğru cevap hansıdır? D variantı. D. 37. Bize neyi veribdi? A1'imiz var. Mənfi 2. A2'miz də var. Sizlə fərqini. Görün bu sualdan neçədən də. Səhərdən işləyə gəlirik də. A2 çıx A1. Mənfi 3,6 çıx. Mənfi 2. Mənfi 3,6 çıx. Müsbət. Deməli. Bu da neçə eləyir? Mənfi 1,6. Hansı variantdır? Y variantıdır. 37. Sonra gəlir 38. Deməli, A1'imiz var. Mənfi 1,4. Bax, buradadır da çocuklar. Deməli, A2'miz mənfi 2,5. Nə istəyir? Sizlə fərqini. D-ni istəyir. D bərabərdir. A2 çıx A1. Mənfi 2,5 çıx. Mənfi 1,4. Mənfi 2,5. Üstə gəl 1,4. Bu da eləyir. Mənfi 1,1. Yəni doğru cavab A variantıdır. Sonra gəldik 39'a. Deyir, hansı ardıcıllıq ədədi silsilədir? Baxın ki, əslində görsənirik uşaqlar. Baxın bir dənə. 0,75, sonra gəlir 0,68, sonra gəlir 0,61, sonra nə gəlir? 0,54. Baxın, D nəyə bərabərdir? A2 çıx A1. A2'miz nədir burada? 0,168'dir də. Bu A1'dir, bu A2'dir, A3'dir, A4'dir. 0,168'dən çıxanda 0,75. Bu neçə eləyir uşaqlar? Mənfi 0,7 eləyir. Bax, və yaxud 0,154'dən 0,161 çıxanda da bu eləyir. Doğru cavab C variantıdır. Sonra gəlir 40-cı sual. Hansı ədədi silsilədir? Yenə də baxan kimi əslində görsənir. Bax, mənfi 5,1, mənfi 7,1, mənfi 9,1. Bax, A1'imiz neçədir? Mənfi 5,1. A2'miz neçədir? Mənfi 7,1. D nə olur? A2 çıx A1 də. Deməli, mənfi 7,1 çıx, mənfi 5,1. Mənfi 7,1 üstə gəl 5,1, mənfi 2 artır da uşaqlar. Aydındır? Doğru cavab 40'da C variantı. Sonra gəlir 41. Hansı ədədi silsilədir? Ümumiyyətlə. Belə deyək, 41. 41'də baxan kimi də əslində görmək olur. Gəlin baxaq da, gəlin A variantından lap yoxlayaq. Deyəsiniz ki, sonra müəllimə şifahi dedi, yazdı, getdi, başa düşmədi. B1'imiz 8'də 3'dür. B2'miz 16'da 4'dür. Düzdür? Künü tapanda B2 böl B1'dir. 16'da 4 bölünsün 8'də 3. 8'də 3'ə bölmək 3'də 8'ə vurmaq deməkdir. Getdi. Bu nə edir? Bundan da bu getdi.
3'də 2 qaldı mı? Sonra indi sən bunu buna böl, bunu buna böl. Gör, yenə də 3'də 2 alınacaq. 64'də 6 bölünsün 32'də 5. 64'də 6 vurulsun 5'də 32. Bundan bu getdi 2, burada qaldı 5'də 3 saxa. Birində 3'də 2 belə şey ola bilməz. Eyni olmalıdır uşaqlar. Baxın D variantına. Elə deyəsən D variantı olacaq cavab. Bir dəqiqə. A1 yox. Həndəsi silsilədə B1'dir. Mənfi 0,5. B2'miz 1. Q'müz B2 böl B1'dir. 1 bölünsün mənfi 0,5. Mənfi 0,10. 10'da 5'e bölmək 5'də 10'a vurmaq deməkdir də. 5'də 10'a vurmaq, yəni 2'yə vurmaq. Eləyir mənfi 2. Sonra baxın uşaqlar. 4'ü də siz mənfi 2'yə bölsəz mənfi 2 alınır. Doğru cavab D variantıdır. Sonra gəlir 42. Deyir yenə hansı ədədi həndəsi silsilədir? Sizcə hansıdır? Baxın D variantına. 0,1, sonra 100'də 1, sonra gəlir 1000'də 1, 10.000'də 1, 10'da 1 dəfə artır da. 0 bax B2 böl B1 nəyi verir? Q'nü verir. 0,100'də 1'i sən 0,10'da 1'ə bölən eləyir 0,10'da 1. Sən B bu 4'dür də B4'dür. B4'ü B3'ə böləndə də 0,10.000'də 1'i də 1000'də 1'ə böləndə yenə də 10'da 1 alınacaq. Yəni doğru cavab D variantıdır. 42-ci sualda. Sonra gəlir 43. Ümumi həddi bu olan ardıcıllığın ilk 3 həddinin cəmini tapın. Getdik. Deməli nömrəsini yazaq. 43. A-n bərabərdir 3 çıx n bölünsün 3n. Ardıcıllığın 3 həddinin cəmini istəyir də. İlk 3 həddinin cəmini, yəni A1 üstə gəl, A2 üstə gəl, A3'ü tapın. İndi A1 bərabərdir. Gətirib n-in yerinə sadəcə 1 yazırıq. A1'i tapanda n-in yerinə nə yazacağım? Deyirsiniz müəllim 1 yazacağım. A1 bərabərdir 3 çıx 1 bölünsün 3 vur 1. Eləyir mi 3'də 2? Elədir. Sonra tapıram A2. A2 nəyə bərabərdir? Baxın. A2 bərabərdir 3 çıx 2 bölünsün 3n idi. 3 vur 2. Bu da eləyir 6'da 1. Sonra A3 bərabər nəyə? 3 çıxılsın 3. Bu 0 eləyəcək ki. 3 vur 3. 0'ı nəyə bölsən 0 eləyir də 0. Məndən nə istəyirdi? A1, A2, A3. Cəmlə. 3'də 2, üstə gəl 6'da 1, üstə gəlir 0. 0'ı da yazmasaq da olar. 6. Burada 3 tane 6'ya ortaq məxrəc 6'dır. 6'nı 3'ə böləndə 2. Burada 1. 4 üstə gəl 1. Deyirsiniz müəllim 6'da 5. Nə gözəl. 43'də doğru cavab A variantıdır. Sonra gəlir 44. Deyir ümumi həddi bu olan yenə də ilk 3 həddin cəmini tap. Deyirsiniz ki müəllim gətir A1, A2, A3'ü cəmlə. Gəlin birinci A1'i tapaq. Deməli, A1'i tapmaq üçün 2 vurulsun 1 çıx 1 bölünsün 1. Düzdürmü? N'in yerinə 1 yazırıq da A1'i tapmaq üçün. Bu da neçə eləyir uşaqlar? 1 eləyir. Sonra A2 bərabərdir. 2 vur 2 çıx 1 böl 2. Bu da neçə eləyir uşaqlar? 3 böl 2 eləyir. Düzdürmü? A3 bərabərdir. 2 vur 3 çıx 1 bölünsün 3. Bu da neçə eləyir? 5 böl 3. İndi bunlar nə edirik? Cəmləyirik. Nə gözəl. Getdik cəmləyək. 3'də 5. Ortaq məxrəc 6. Bunun məxrəci 1'dir. 6'nı 1'ə böləndə 6. 6'nı 2'yə böləndə 3 deyirsiniz müəllim. 6'nı 3'ə böləndə deyirsiniz 2. Nə gözəl. Neçə elədi? 6, 9. Bu da neçə elədi? 10. Gəl yazaq. 6, 9, 10. 6'da neçə eləyir? 25. Var mı? Belə verməyibdi də, belə veribdi. 4,6'da 1. 44'də doğru cavab C variantı. Sonra gəlir 45. Ümumi həddə bu olan ardıcılığın başlıcan nə qədər var bu? 3 dənədir ki bundan. Heç nə də getdik da. A1, A2, A3'ü topla. Bunu istəyir. A1 bərabərdir. 1 çıx 1 bölünsün 2 vur 1.
Bu 0 eləyir. 0-ı nəyə bölsən 0 eləyir. A2-ni tapanda 2 çıx 1 bölünsün 2 vur 2. Bax burada yerinə qoyuram da bax burada. Bir dənə misal köçürt. 1 bölünsün 4. Da qəşəng belə qeyd eləyirəm də hər şey görsənir. Burada təkrar nəyə yazım ki? A3 bərabərdir. Deməli A3-ü tapanda 3 n-in yerinə sadəcə 3 yazırsan. 2 vur 3. Bu da eləyir. 2 bölünsün 2 vur 3. Bundan mı getdi? 3'də 1. Düzdür? Bu 0'ı da toplayın. Zaten 0'ın nəzərə almasaq da olar. Ortaq 12'dir. 4, 3 vəssalam. Doğru cavab 45'də Y variantı. 12'də 7. Uşaqlar, deyirsə ilk 3 həddin cəmi, yəni A1, A2, A3'ü tap. Yəni topla. İndi gətirib n-in yerinə 1 yazanda A1'i tapmış olursan. N-in yerinə 2 yazanda A2'ni tapmış olursan. 3 yazanda A3'ü tapmış olursan. Heç nə, sonra cəmlə qutarsın getsin. Nə çətin bir şey var? Deyirsiniz müəllim, heç bir çətinliyi yoxdur. Çünki siz başa salırsınız. Eləmi? Davam eləyək. Belə bir düsturla veribdir. Nə istəyir? Ardıcılığın 3-cü həddini tapın. Deməli, necə tapaq? Ardıcılığın 3-cü həddini, A3-ü. Necə tapa bilərik? Deməli, A3-ü bilmirəm də. İndi gəlin, A1 var. N-in yerinə 1 yazsaq. N-in yerinə 1 yazsam, mən A2-ni tapmış oluram, uşaqlar. 2 üstə gəl 1. N-in yerinə 1 yazsam. N-in yerinə 1 yazsam. A1 çıx 4 olur. Yəni A2 nəyə bərabər oldu? A1 çıx 4. Mənə də A1'i veribdi də. Düzdür? Veribdi. 2 çıx 4. Neçə elədi? -2. İndi səbirli ol. Getdik. N-in yerinə 2 yaz. Harada yazıram? Düsturda da burada. Bax burada yazıram. N-in yerinə 2 yaz. Bax 2 üstə gəl 1. 2 oldu. Eləyir neçə? A3 bərabərdir. A2 çıx 4. İndi A2'ni nə tapmışdım? -2 çıx 4. 2 mənfi ədəddə toplanır. -6 varmı? Var. 46'da doğru cavab B variantıdır. Sonra gəlir 47. Bu niyə belə oldu? Sonra nə gəlir? 47. Deməli. A1'imiz 5'dir. Ardıcılığın 3-cü həddini tap. İndi nə edirik? N-in yerinə 1 yazsam, uşaqlar. Bax, bir dəqiqə. Heç də n-in yerinə 1 yazsam, olur. 1 üstə gəl 1 bərabərdir. A1 üstə gəl 3. Yəni bu nəyi verir? A2 bərabərdir. A1 üstə gəl 3. A1'i də mənə nə veribdir? 5 veribdir də. Gətir yerinə qoy. 5 üstə gəl 3. Mən burada nəyi tapdım? A2'ni. İndi n-in yerinə gətir 2 yaz. Harada yazıram müəllim? Harada yazasam? Bax burada da. Bax burada. Gətir yaz. N-in yerinə 2 yaz. N-in yerinə 2 yazanda 2 üstə gəl 1 bərabərdir. A2 üstə gəl 3. Yəni A3 bərabərdir. A2'nin yerinə nə yazacağım? Mən 8 tapdım. 8 üstə gəl 3. Bu da eləyir 11. Yəni 47'də doğru cavab Y variantıdır. Sonra gəlir 48. Mənə nə istəyir? Yenə də 4-cü həddini tap. A1'imiz 2'dir. Yazaq bunu da. 4-cü həddini A4 istəyir. İndi n-in yerinə 1 yazsaq, biz A2'ni tapırıq. A2 bərabərdir. A1 çıx 1. A1'in yerinə nə yazacağım? Deyirsən müəllim 2. 2'dən 1 çıxdım 1. Mən deməli A2'ni nə tapdım? A2'ni 1 tapdım. Düzdür? Qeyd elədim. Sonra gəlir n-in yerinə indi yazıram 2. N-in yerinə 2 yazanda nə olur? 2 üstə gəl 1. 3 bərabərdir. A2 çıx 1. A2'mizi nə tapdım? 1 tapmışdım da. 1'dən 1 çıxana neçə eləyir? 0 eləyir. A3 deməli n-in yerinə yazıram indi. Deyirsən müəllim 3.
Onda nə olur? 3 üstəgəl 1 4 bərabərdir. A3 çıxılsın neçə? 1. Bu da neçə eləyir? 0. A3'ü də mən nə tapdım? A3'ü mən tapdım ki 0. 0'dan da 1 çıxana -1. Varmı elə bir cavab? Var. -1 hansı variantda? 48'də doğru cavab D variantıdır. Sonra gəlir 49. Deyir ki 25 və 5 ədədləri arasında elə 4 ədəd yazın ki, onlar verilmiş ədədlərlə birlikdə ədədi silsilə, ədədi deyir, ədədi silsilə əmələ gətirsin. Bu silsilənin fərqini tapın. Deməli 25 və 5. 4 dənə ədəd. Onu da belə deyək də. Belə yazaq. Bu A1'dir. Düzdür? Sonra 4 dənə ədəd. Bu olsun A2, bilmirəm. Bu olsun A3. Ki belə də yazaq da, buradan yazaq. A2, A3, A4, A5. Sonuncu da nə idi? 5 idi. Düzdür? 4 dənə ədəd yazdım da. A2, A3, A4, A5. İndi bu ədəd silsilərin fərqi, bu silsilərin fərqini tapaq. Deməli uşaqlar, necə yazarıq? A1'imiz 25'dir. Düzdür? Bu neçəncidir? Bu A1'dir. Bu A2, A3, A4, A5, A6. A6 nəyə bərabərdir? 5. D-ni tap. D nəyə bərabərdir? A6 çıxılsın A1 bölünsün 5. Aydındır? Və yaxud da belə də yaza bilərdin ki, deməli, A6 bərabərdir, A1 üstəgəl 5'dir. Nə fərq var? Eyni şeydir də onsuz da. A1'imiz 25 üstəgəlinsin 5'dir. Buradan 5, bu 25'i buraya yox eləyək, gətirək. Buradan eləyir, -20 bərabərdir 5'dir, D-imiz -4. Doğru cavab 49'da D variantıdır. Aydındır? Və yaxud da belə də yaza bilərdin ki, D bərabərdir. A6 çıx, A1 bölünsün 5. A6'mız 5 çıxılsın, A1'imiz 25 böl 5. Bu da eləyir -4. Sonra gəlir 50-ci sualımız. Nə istəyir? Yenə də deyir ki, burada deyir ki, amma 3 ədəd yazın ki, onlar verilmiş ədədlərlə birlikdə ədədi silsilə əmələ gətirsin və bu silsilə fərqini tapın. Deməli 31, 3 dənə ədəd yazıram. Onda bu birincidir, A1, A2, A3, A4. Deməli burada nə olur? A5 olur da 63'dür. Deməli silsilə fərqini necə tapıram? Bu A1'dir. Bu da A5'dir. D-ni tapanda A5'dən A1'i çıxıb bölürsən 4'ə. 5'dən də 1 çıxırsan da. 63 çıxıq 31 bölünsün 4. 32 böl 4 cavab 8. Var mı? Var. Sonra gəlir 51. Nə istəyir? Mən nə demişəm? Belə gördün, A1 D-yə gətir. Heç nə yox. Gəlib özü cavab çıxacaq axır əvvəl. Bax, belə yazdım. A3'ün yerinə nə yazıram? Deyirsən, ay müəllim, yazıram A1 üstəgəl 2'dir. A8'in yerinə nə yazıram? Deyirsən, müəllim, A1 üstəgəl 7'dir. Yazdıq, nə gözəl. Buradan eləyir 2A1 üstəgəlinsin 9D bərabər 18,5. Düzdür? Düzdür. İndi bunu saxla. İndi A4 üstəgəl A7'ni istəmirdi. Bunu da gəl aç. A1 üstəgəl A4'ün yerinə A1 üstəgəl 3'dir. A7'nin də yerinə yazıram. A1 üstəgəl 6'dir. Bu da eləyir 2A1. Bu eləyir 2A1 üstəgəl 9'dir. 2A1 üstəgəl 9'dir. Biz elə 2A1 üstəgəl 9'dir nə tapmışdıq? 18 gələm düşdü. 18,5 tapmışdıq. Deyil, cavab 18,5. Aydındır nə deyirəm? 51'də doğru cavab D variantıdır. Sonra gəlir 52. Gəlin 52'yə də baxaq. Deməli, mənə veribdir ki, A2 üstəgəl A6 8,135'dir. A2'nin yerinə yazıram. Gəlin misal birinci köçürdək. Məndən nə istəyir? A3 üstəgəl A5'i tap. Düzdür.
A2-nin yerinə yazıram A1 üstəgəl D. A6-nın yerinə yazıram A1 üstəgəl 5-dir. 8 tam %35. A1, A1, 2A1. D 5-dir. Eləyir 6-dir. Bərabər 8 tam %35. Bunu yazdım. İndi mənə nə istəyirdi? A3 üstəgəl A5. Yəni A3 üstəgəl A5. A3-ün yerinə yazıram A1 üstəgəl 2-dir. A5-in yerinə yazıram A1 üstəgəl 4-dir. Bu eləyir A1, A1, 2A1 üstəgəl 2D, 4D, 6D. 2A1 üstəgəl 6D'ni mən nə tapmışdım? 8 tam %35. Sənə deyil bunu istəyir də. 2A1 üstəgəl 6D'ni. Aydındır uşaqlar. Yəni 8 tam %35. Doğru cavab 52-də C variantıdır. Sonra gəlir 53. Yenə eyni sual. Bir də belə eləyək, gözümdən yayılmasın. Məndən nə istəyir? Bir dəqiqə. A2 üstəgəl A9 bərabər -6 tam onda 4. Məndən nə istəyir? A3 üstəgəl A8 istəyir. Bunu istəyir. İndi gördün, tez A1 D'yə gətir. A2-nin yerinə yazıram A1 üstəgəl D. A9-un yerinə nə yazıram? A1 üstəgəl 8D. Bu da eləyir A1, A1, 2A1 üstəgəlsin 9D bərabərdir -6 tam onda 4. İndi məndən nə istəyirdi? A3 üstəgəlinsin A8. A3-ün yerinə yazıram A1 üstəgəl 2D. A8-in yerinə yazıram A1 üstəgəlinsin 7D. O da eləyir 2A1 üstəgəlinsin 9D. O da eləyir -6 tam onda 4. Yəni 2A1 üstəgəl 9D-ni uşaqlar. Mən nə tapmışam? -6 tam onda 4 tapmışam da. Gətirib heç nə. Yəni bunu istəyir bu cavabı. -6 tam onda 4, 53-də doğru cavab A variantı. Gəlir 54. Deyir, bu ardıcıllığında silsilənin ardıcıl hədləri olarsa 2x-i tapın. Bu ayın ardıcıllığında. Deməli, A1'imiz, gəlin belə yazaq. 2x çıx 4, 8, 3x üstə gəlirsin 5. İndi bu nəyə ədədi? Ədədi silsilədə. Ədədi silsilənin xassəsinə görə bu ortadakı nəyə bərabərdir? Bu A1'dir. Bu A2'dir. Bu da A3'dür. A3'dür. A2 nəyə bərabərdir? A1 üstəgəl A3 bölünsün 2. Düzdür? Deməli, A2 yerinə yazıram 8 bərabərdir. A1'in yerinə 2x çıx 4, A3'ün yerinə 3x üstəgəl 5 bölü 2. Buradan 8-dən 2 vurulur, 16 bərabərdir. 2x, 3x, 5x. Mənfi 4 üstəgəl 5, müsbət 1. Buradan 16 olduğu kimi qalır. Bu 1'i sola gətir. 5x da nəyə bərabərdir? 15, x bərabərdir 3. Aydındır. Deməli, doğru cavab hansıdır? 3. A variantı. Bir dəqiqə. Nəysə səhv yazmadıq. Deyir 2x-i tapın uşaqlar. 2x-i. Mən x-i nə tapmışam? 3. Məndən 2x istəyir. 2 vur 3. Cavab 6. 54'də nə çıxacaq? Y variantı. Sonra gəlir 55. Deməli, x üstəgəl 5, sonra gəlir 5, sonra gəlir 3x çıx 3. Ayın ardıcıllığında bu silsilənin ardıcıl hədləri olarsa 2x-i tapın.
5 nəyə bərabərdir? Bu ortadakı bərabərdir. Bununla bunun cəminin yarısı. Yəni x üstəgəl 5 üstəgəl 3x çıx 3 bölünsün 2. Aydındır. Buradan 5 vur 2 bərabər. Belə eləyək də. Bu səfər belə yazaq. X 3x eləyir 4x. 5 ilə 3-ü çıxanda müsbət 2. Bərabərdir. 5-i də 2-yə vuranda 10. 4x bərabərdir. Ondan 2 çıxan necə edir? 8. X bərabərdir 2. Səndən 2x istəyirdi. 2 vur 2. Cavab 4. Doğru cavab 55-də Y variantıdır uşaqlar. Sonra gəlir 56. Deməli, deyir ədədi silsilənin 4-cü həddi A üstəgəl 5 olarsa, yəni A4 bərabərdir A üstəgəl 5 olarsa, 5-ə bərabər olarsa, deyir A5 üstəgəl A3-ü tapın. İndi nə edək? A5 üstəgəl A3-ü tapın. İndi belə eləyək də, gəlin. A4'ü gördünüz. Gəl bunu buradan yazaq. A5 üstəgəl A3'ü tap. İndi nə edək? A4'ün yerinə yazıram. A1 üstəgəl 2'dir. 3'dir daha doğrusu. A1 üstəgəl 3'dir. Heç bunu niyə belə yazıram ki? Ən yaxşısı bizdən nə istəyir? A5 üstəgəl A3. Heç də gəlin belə yazaq. A5 üstəgəl A3 deyildi. A5'i belə yazıram. A1 üstəgəlsin 4'dir. A3'ü də yazıram. A1 üstəgəl 2'dir. Görək nə verəcək bizə? A1, A1, 2A1, sonra 4D, 2D, eləyir 6D. Buradan 2'ni çıxartsam, A1 üstəgəlsin 3D'ni verir. Düzdür? 2'ni çıxardanda ortaq vuruq. A1 üstəgəl 3D mörtəzədə qalır. A1 üstəgəl 3D bizə nəyi verir? Uşaqlar, A4'ü verir də. Başa düşdünüz nə demək istəyirəm? 2A4. 2, yəni A1 üstəgəl 3D bizə A4'ü verir. A4'ü də mənə veribdi ki, A üstəgəl 5'dir. Yəni 2 vurulsun. A üstəgəl 5. 2A üstəgəl 10. Mörtəzəni açanda. Varmı elə bir cavab? Var. 56'da Bakı. Sonra gəlir 57. Deyir ədədi silsilənin 6-cı həddi S-yə bərabərdir. Yazıram A6 S-dir. Bərabər olarsa A8 üstəgəl A4'ü tapın. A8'in yerinə yazıram. A1 üstəgəl 7'dir. A4'ün yerinə yazıram. A1 üstəgəl 3'dir. Bərabərdir. 2A1 üstəgəlsin 10'dir. Buradan nəyi çıxardıram? 2'ni ortaq vuruq çıxart. A1 üstəgəl 5'dir. Uşaqlar, A1 üstəgəl 5 desə nəyi verir? Deyirsiniz, ay müəllim, mənə A6'nı verir. A6'nı da mənə nə vermişdi? Deyirsiniz, müəllim, S vermişdi. Vəssalam, 2 vur S. 2S. Doğru cavab 57'də D variantıdır. Sonra gəlir 58. Deməli uşaqlar. 3, 5, 7. Fikir verirsiniz 2 neyinir? Artır. 3, sonra 5, sonra 7 gəlir. Deməli bu ədədi silsilə mənə gətirir də. A1'imiz 3, A2'miz 5. Deməli silsilə fərqimiz nədir? A2 çıx A1'dir də 5 çıx 3, 2 eləyir. Məndən S12'ni istəyir. S12 sual. Düsturu yazıram. S'in bərabərdir. 2A1 üstə gəlinsin. D vurulsun. N-1 bölü 2 vur N. S'in bərabərdir. S'in yerinə yəni S12 bərabərdir. 2A1 üstə gəl. 12'dən 1 çıxanda 11'dir. 11D bölü 2 vur 12. Bununla bu getdi. Burada 6 qaldı. Düzdür? Yəni 2, A1'in yerinə 3, üstə gəl. Bax, A1'in yerinə 3, burada A1'in yerinə 3, D'nin yerinə 2, 11 vurulsun 2, vur 6. Burada da 6 var uşaqlar. S12 bərabərdir. 2'ni 3'ə vuranda 6, üstə gəl 22, vurulsun 6. 28 vur 6, neçə eləyir? Doğru cavab neçədir? Y variantı. Neçənci sual idi bu? 58. Sonra gəlir 59. Baxaq. İndi baxaq.
Deməli uşaqlar 5 5 tam onda 5 6 6 tam onda 5. Fikir verin. A1'imiz 5, A2'miz də nədir? 5 tam onda 5'dir. Sizlə fərqimiz nə olur? Ədədi sizlərdə baxın 0 tam onda 5 vahid artır. Deməli 5, sonra 5 tam onda 5, 5 tam onda 5'in üzərinə 0 tam onda 5 gələndə 6, 6'nın üzərinə 0 tam onda 5 gələndə 6 tam onda 5. Yəni sizlə fərqimiz nə edir? 0 tam onda 5 edir. Yəni A2'dən A1'i çıxanda bizə 0 tam onda 5'i verir. İndi S8 istəyir. S8 bərabərdir. 2A1 üstə gəl. D vurulsun N-1. N'imiz 8 idi. 8 çıx 1, yəni 7D. Böl 2 vur 8. Gəlin bundan bunu ixtisar aparaq 4 qalır. 2 A1'in yerinə 5, 7 vurulsun D'nin yerinə 0 tam onda 5. Vur 4. Bu da eləyir 10 üstə gəl 3 tam onda 5 vur 4. Bu da eləyir 13 tam onda 5 vur 4. Bu da neçə eləyir? 0, 2 yadda, 4, 1 yadda, 54. Vergül də belə olur da 54. 59 da doğru cavab B variantıdır. Sonra gəlir 60. 60-cı sualda nə deyir? Ədədi silsilənin ilk n həddinin cəmi Sn bərabərdir bu düsturla verilərsə 10-cu həddini tapın. Gəlin yazaq. Sn bərabərdir n kvadratı üstə gəl 14n. 10-cu həddini A10'u. Uşaqlar, bax bu düsturdur. Baxın. Ay müəllim yaza bilmirəm. Yaza bilməzsən nə düsturu bilmirsən çünki. Bax, 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 bax. Bir dənə müəllimin sənə tapsın. Bax budur. A-ın bərabərdir. Sn çıx. Sn çıx. Sn-1. Yadda saxlayın ki A1'imiz S1'dir. Bunu yadda saxlayın. Bu düsturu yazaq. A-ın bərabərdir. Sn çıxılsın Sn-1. Bax bunu yazdıq. Düzdür? Əzbər öyrənin bunu. Bunu qeyd elədiniz. İndi məndən nə istəyirdi? A10'u. A10 bərabərdir. Nə olacaq? S10 çıx S9. Bunu da qeyd elədik. A10 bərabərdir. Gətirib birinci S10'u hesablayaq. Gəlin bir dənə misala gedək 60-cı suala. Getdik. Deməli S10 bərabərdir. Gətirib n'in yerinə nə yazıram? 10 yazıram. 10'un bax burada yazıram da uşaqlar. Göy olmasın, başqa rəng olsun, qəşəng rəng. Deməli 10'un kvadratı üstə gəl 14 vur 10. 10'un kvadratı 100, 140, bu da eləyir 240. Düzdür? S9 bərabərdir. 9'un kvadratı üstə gəl 14 vur 9. Bu da neçə eləyir? 9'un kvadratı 81, üstə gəl 14'ü 9'a vuranda 126 eləməlidir. 126. Bu da eləyir neçə uşaqlar? 207 eləyirmi? Deyəsən. Deməli, A10 bərabər idi. S10 çıx S9. S10'umuz nə idi? 240 deyirsiniz. Bu da 207. 240 çıx 207. Cavab 33. Var mı? Var. 60'da doğru cavab C variantıdır uşaqlar. Nə istəyir? 11-ci həddi tapın. A11 istəyir. Düsturu yazırıq. Sn bərabərdir. Birinci. N kvadratı üstə gəl n. Bunu yazdıq. Bizdən A11 istəyir. A11 bərabərdir. Ümumiyyətlə bu düsturu yenə yazıram. A-ın bərabərdir. A-ın bərabərdir. Sn çıxılsın. Sn-1. A11 bərabərdir. S11 çıxılsın. S10. 11'dən də bir çıxanda 10 eləyir də. Bunu yazdıq. Bax bu düstura əsasən. Bunu da yazdım. A11'i tapanda S11'dən S10'u nə edəcəm? Çıxacam. İndi gəlin birinci S11'i tapaq. S11 bərabərdir. Bax bu düsturda uşaqlar. Baxın bu düsturda. N kvadratı üstə gəl n-də. Deməli nə edir? 11'in kvadratı üstə gəl 11. Eləyir 121 üstə gəl 11, 132. S10 bərabərdir. 10'un kvadratı üstə gəl 10. Bu da eləyir 110.
Məndən nə istəyirdi? A11. A11 nəyə bərabər idi? S11 çıx S10. Yəni 132 çıx 110. Bu da eləyir neçə? 22. 22 eləyir də, eləmi? Doğru cavab neçədir? 61-də D variantı 22. Sonra gəlir 62. 62. Nə istəyir? Sn bərabərdir. M vurulsun M-1. Düsturu ilə verilərsə bu silsilənin ilk 15 həddinin cəmini istəyir. S15 istəyir uşaqlar. S15 istəyirsə, gətirib N'in yerinə yazacağım, 15 yazacağım da. S15 istəmir, gətirib N'in yerinə 15 yazıram. S15 bərabərdir. 15 vurulsun 15 çıx 1. 15 vurulsun 14. Bu neçə eləyir? Bir dənə baxaq cavablara. 15 vur 14. Heç sənə indi yorğunçuluq da otur belə hesabla. Başqa vaxt başımda hesablayıram. Bu eləyir 60. 210. Doğru cavab 62-də D variantı. Sonra gəlir 63. Bizə nə istəyir? Sn bərabərdir, verilibdir. Verilmişdir. Bu silsilənin 20 həddinin cəmi S20-ni istəyir. S20 20 vurulsun 20 üstəgəl 14. 20 vurulsun 34. Nə qəşəng sualdır, nə qəşəng hesablanır. 680 doğru cavab D variantı. Sonra gəlir 64. Deyir, həndəsə silsilənin vuruğunu tapın. Köyünü istəyir. B1-imiz nədir? 125-də 80-dir. B2-miz nədir uşaqlar? 25-də 20-dir. Köyünü tapanda B2-ni B1-ə bölürsünüz. Və yaxud da ki, bu B3-dür. B3-ü B2-yə böl, fərq eləmir. Kefin necə istəyir? O cürə də yaz get. Bunu buna bölürəm. Böləndə nə edirəm? Bir dəqiqə. Neyse, səhv yazmadım, gözümdən qaçmadı. Köyünü tapanda B2-ni B1-ə bölürük də. 25-də 20-ni, hələ düz yazırdım da, mən niyə belə şey elədim ki? 25-də 20-ni bölürəm 125-də 80-ə. 25-də 20 vurulsun 80-də 125. 20 ilə 80 getdi, burada 4 qaldı. 25 ilə 125 tam gedir. 125 25-ə tam bölünür, yəni 4-də 5. Aydındır? Və yaxud da ki, uşaqlar, bu baxın, bu B2 idi, bu B2'dir, bu B2'dir, bu da B3'dür. Q bərabərdir, B3 bölünsün B2. Və yaxud 1 bölünsün 25'də 20. 25'də 20'yə bölmək, 20'də 25'ə vurmaq deməkdir. 5'ə bölündə 5, 5'ə bölündə 4. Yəni də 4'də 5 eləyir. Doğru cavab Y variantı. 64'də. Sonra gəlir 65. Həndəsi silsilə vuruğunu tapın. Deməli, B1-imiz neçədir? 256-da 243. B2-miz nədir? 64'də 81. Gerək bunu buna bölərdik. Daha rahat görsənirdi. Heç olmaz. Köyünü tapanda B2-ni B1-ə bölürük. Bunu buna böləndə. Böləndə tərsi tapılır uşaqlar. 243'də 256. Tam bölünür. 256 64'də tam bölünür. 4 dəfə düşür. Aydındır. 243'də 81'ə tam bölünür. 3'də 4 qalır. 3'də 4. 65'də doğru cavab A variantı. Və yaxud da ki 16'da 9 bölünsün 64'də 81. 16'da 9 vurulsun 81'də 64. Burada 4. Burada bu niyə belə qaldı? Deməli, burada nəsə səhvlik var imiş. Cavab düzdür. A variantıdır 65'də. Amma burada böləndə 9'da 4 eləyir. Axı belə qalmamalıdır. 3'də 4 qalmalıydı. Yəqin burada başqa şey olmalıydı. Olan şeydir. Təki can sağlıq olsun. Heç də olmaz. Getdik 66'ya. Deməli, nə veribdir bizə? 66'da.
Gəlin yazaq. A, 2, 2-də 1, B. Deyir ki, həndəsə silsiləsində AB hasilini tapın. Bu A nədir uşaqlar? Həndəsə silsilədir. B1-dir. Bu nədir? B2-dir. Bu nədir? B3-dür deyirsiniz ay müəllim. Bu nədir? B4-dür. AB hasili nə deməkdir? Yəni B1 vurub B4-ü istəyir uşaqlar. Heç nə. Gəlin siz belə eləyək də ən birinci. Q-nü tapaq. Q nəyə bərabərdir? B3 bölünsün B2. Tapa bilərik də. Yəni B3-ümüz 2-də 1 bölünsün 2. 2-də 1, 2-də 2-yə bölmək, 2-də 1-ə vurmaq deməkdir də, eləyir 4-də 1. Mən Q-nü nə tapdım? Q-nü tapdım ki, 4-də 1-dir. İndi məndən nə istəyirdi? AB hasil. AB hasili. A-nın yerində B1, B-nin yerinə B4. B1 vurulsun. B4'ün yerine yazıram. B1 vurulsun Q kubu. Bu da neyini yer? B1'in kvadratı vur Q kubu. B1'in kvadratı. B1'imiz neçəydi? B1'imiz yok. Bir dəqiqə. Nəyə səhv yazdım ki? Bir dəqiqə AB hasilini tapın. Çətin sual deyil, rahat sualdır. A, B hasilini tapın. Q'muz elədi 4'də 1. Q'muz elədi 4'də 1. Gəlin B1'i tapaq da. Belə yazdıq. Yəni burada neynədir? B1'in kvadratı vurulsun Q kubu. İndi biz də bilirik ki, B2 nəyə bərabərdir? B2 bərabərdir. B2 də olmasın. Yəni belə eləyək. Hədə olsun da B2 bərabərdir. B1 vurulsun Q-dür uşaqlar. B2'miz neçə idi uşaqlar? 2 idi. Baxın 2 idi. Burada lap qeyd eləyək 2 idi. 2 idi. Deməli B2'miz 2-dir. B1'i bilmirəm. Q-nü də nə tapdıq uşaqlar? 4'də 1 tapdıq. Buradan B1'i tapanda B1 Q-nü 4'də 1'ə bölürəm. 4'də 1'ə bölmək, 1'də 4'ə vurmaq deməkdir. Də eləyir 8. Nə tapdım? 8 tapdım. Heç nə. Bizdə nə istəyirdi? AB hasilini. Yəni bax bu B1'in kvadratı vur Q kubuna. B1'in kvadratı. B1'imizi nə tapdıq? 8. 8'in kvadratı vurulsun Q kubu. Q'müzü də neçə tapmışdıq? 4'də 1. 4'də 1'in kubu. 8'in kvadratı eləyir 64. Vurulsun. 4'də 1'in kubu da 64'də 1. Bu da eləyir cavab 1. Nə gözəl. Var mı? Var. 66'da doğru cavab Y variantı. Ümid edirəm ki, aydın oldu. Bu saldım deyib bir dənə də var. 67. Baxaq. Deməli 67'də 2'də 1 1 A, B hasili. İndi baxın. Həndəsə silsilədə bizdən nə istəyir? A, B hasilini istəyir. Bunu istəyir uşaqlar. İndi nə edək? Diqqətlə qulaq asın. B1'imiz 2'də 1'dir. B2'miz də 1'dir. Mən Q-nü tapıram. Birinci Q nəyə bərabərdir? B2 bölünsün deyirsiniz müəllim. B1. B2'miz 1 bölünsün 2'də 1. 1'i 2'də 1'ə bölmək 1'də 2'yə vurmaq deməkdir də bu yuxarı qalxır. Eləyir 2. Mən Q-nü nə tapdım? 2 tapdım. Məndən nə istəyirdi? AB hasilini. Düzdür? İndi nə edirəm? AB hasili, yəni AB bu B1, bu B2, bu B3, bu da B4'dür də. AB hasili bizə verir B3 vurulsun B4. B3'ün yerinə yazıram B1 vurulsun Q kvadratı. B4'ün yerinə yazıram B1 vurulsun Q kubu. O da bərabərdir. B1'i B1'ə vuranda B1'in kvadratı Q kvadratını Q kubuna vuranda Q üstü 5 eləyir. İndi B1'in kvadratı B1'i nəyə vermişdi bizə? 2'də 1 vermişdi də. 2'də 1'in kvadratı. Vurulsun. Q'nü neçə tapdıq? 5 tapdıq. Q'nü neçə tapdıq? 2 tapdıq. 2 üstü 5. 2'də 1'in kvadratı eləyir 4'də 1. 2 üstü 5 32 eləyir. Bundan bu getdi. Cavab 8 elədi. Ümid edirəm ki, aydın olar. Deməli 67'də də doğru cavab Y variantı. 68 4'də 3 X bir də 2'də 1. Deyir, həndəsi silsilə olarsa Q'nü tapın. Uşaqlar, həndəsi silsilənin bir xassəsi var ki, məsələn bu B1'dir, bu B2'dir. Düzdür uşaqlar? Bu da nədir? B3'dür.
B2 bərabərdir bu ortadakı. Bu bərabərdir B1 ilə B3-ün hasilinə. X bərabərdir. X bərabərdir. X bərabərdir. B1'imiz 4'te 3 vurulsun. Daha doğrusu neyse səhv yazdım. Estağfurullah. B2'nin kvadratı bərabərdir. B1 vurulsun B3'ə. Yəni 4'te 3 vurulsun. 4'te 3 vurulsun. 2'də 1'ə. X kvadratı bərabərdir 8'də 3'ə. Aydındır. Belə bir cavab da olmayanda, yəni belə kökdə yazılırlar da. Plus minus kökdə 8'də 3. Yəni doğru cavab 68'də doğru cavab D variantı. Həm də ədədi silsilədə ortadakı hədlə kənardakıları cəmləyib bölürsən 2'yə, amma həndəsi silsilədə ortadakının kvadratı bərabərdir, kənardakıların hasilinə bərabərdir uşaqlar. Aydın olur nə deyirəm? 69. Gəlin 69'a da baxaq. 10'da 3, x 30'da 1. Həndəsi silsilə olarsa x-i tapın. Bu B1, B2, bu B3'dür. B2'nin kvadratı bərabərdir. B1 vurulsun B3'ə. Aydındır. B2'nin kvadratı nədir? B2'miz x-dir da. X-in kvadratı bərabərdir. B1'imiz 10'da 3 vurulsun 30'da 1. Bu da eləyir uşaqlar. X kvadratı bərabərdir. 3 ilə 30 getdi. Nə qaldı? 100'də 1. 100'də 1. X da nəyə bərabər olur? Plus minus kök altında 100'də 1. 100'də 1'dən nə çıxır? 10'da 1. Yəni doğru cavab neyse səhv eləmədik ki. 10'da 1 eləyir də. Yoxdur axı belə cavab. Hədə var. Arxada Y variantı. Bu da belə 69 testin hər birinin izahatını verdim. Uşaqlar, ümid edirəm ki, bu testlərin izahı sizə aydın olmuşdur. Videonu bəyənməyi, dostlarınızla paylaşmağı da unutmayın. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.